بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی اشرف خلقه ابی القاسم المصطفى محمد و علی اهل بیته المعصومین و لعنة الله علی معاندیهم اجمعین. آمین یا رب العالمین. فاما بعد قال الحکیم فی قرآنه العظیم یا ایها الذین آمنوا اذکروا الله ذکرا کثیرا. Bu Hüseyin kimdi hamım, eşkine divanedim. Her yere baksın oram, sultan matem khanedim. Ey vücudi gün kimi zulmetleri roşen eden, bu cemaat şem ve pervanedir. Hüseyin, Hüseyin can, Hüseyin, Hüseyin can, Hüseyin, Hüseyin can, Hüseyin, Hüseyin can. Xudavand müteal inşallah hamımızı İmam Hüseyin qapısından əli boş yola salmasın inşallah. Mevzu bahsimiz İmam Hüseyin aleyhisselamın adının bizim zindegimizdə əsəri. Bu ki biz Hüseyin'i deyirik, Hüseynin bizim yaşayışımızda və zindegimizdə nə əsəri var? Bu günlərim əsərlərindən birini ərz edirəm. İmam Hüseynin adı bais olar insan həyat-ı əbədi tapsın. Muntaha həyat-ı əbədini icazə istəyirəm siz sərvərlərimdən biraz açam. Həyat ki Qur'an-ı Kərimdə Allah buyurur: "Əl-ləzi xələqəl-məvtə vəl-həyat liyəbluvakum əyyukum əhsənu əmələ." Həyat türkçü dilində yəni dirilik. Buyururlar dirilik neçə növ idi? Bir dirilik var bizim nəzərimizdə həyatdır, dirilikdir. Amma Qur'anın nəzərində dirilik deyil. Bir həyat vardı, bizim nəzərimizdə dirilik deyil, amma Qur'anın nəzərində dirilikdir. Və cəlib budur ki, bir həyat var, dirilik, yaşayış. Bizlə sair mövcudat səhim və şərikdirlər, mənim sərvərlərim. Aləmdə az nəzər elmi buyururlar bir həyat, həyat nəbatidir. Yəni bu gövərən ağaçları görürsünüz. Bunlar bir zaman balacadılar, cavandılar, gəncədirlər. Bunlar yekəlirlər, sinniləri gedir yuxarı, onlar da bizim kimindir. Şaxı bərgiləri var, yarpaqları, putaları, o cür ki bizim oğlumuz olur, qızımız olur, nəvəmiz olur. Mumta o ağaçlar quruyur, biz də ölürük. Bir cəhətdə onlarla biz şərikik. Onlar da quruyur, biz də quruyuruq. Amma bizdə bir ayrı həyat var ki, onda yoxdur. Ya sair mövcudat, siz məsələn quşları alın nəzərinizə, qeyr az insan hər mövcud olur olsun, onlar da yorulanda dincəlirlər, onlar da ac olanda qəza yeyirlər, onlar da suz olanda su içirlər, onlar da ehsası zərər və xətər eləyəndə qaçırlar. Bizdə o cürüqdə. Amma cəlib budur, vaxtı onlar ölür, ölür da qutarır, amma biz insan ölməklə qutarmırıq. Ona deyirlər həyat-ı heyvani. Həm onlarda var və həm bizdə vardır. Allah-u Zülcelal bu həyatı ki insanda vardı,
insanın həyatı əgər istiyə həyat ola və ölməyə, Qur'anda bu cür buyurur: kullu mən aleyha fan və yəbqa vəchu rabbikə zülcəlali vəl-ikram. Ey insanlar, hər nə bu kurey zəmində var, yer üzündə hamısı ölməlidir. Fəqət vəch xudavənd qalmalıdır. Sual edirik, Allah, biz ölməliyik ya qalmalıyıq? Buyurur, siz əgər istəyəsiniz həyatı əbədi tapasınız, yəni heç ölməyəsiniz, o cür ki, adam bu otaqdan durur, gedir o biri otağa, orada adamın bir qədrdə vəzi yaxşı ola, bizə buyurur, mən deyənə baxsız ölməzsiniz. Və gərnə bu dünyada 100 il, 150 il, 200 il, 70 il, 80 il, 80 il yaşayış taparsınız, amma axır ölüm vardır. Amma mən deyənə baxsız ölməzsiniz. Və liza Ali aleyhissalam vurur, xuluqtum lil-bəqa və ma xuluqtum lil-fəna. Sizi yaradıbla həmişə qalasınız. Yaratmayıbla ki, 50 ildən sonra sən ağac deyilsən, quruyasan. Və bizim o həyat-ı əbədiyə yetişməyimiz öz əlimizdədir. Mənim əzizlərim, bu iki deyirlər həyat-ı əbədi. İmam Hüseyin aleyhissalam bizə bu Hüseynin adı pərçəm olur, beyraq olur, ələm olur. O həyat-ı əbədiyə tərəf getməkdir. Və nə qədər gözəldir, xəbər alırıq Allahın Quranından. Biz ki insanıq, yəni bizim elə bu şiklimiz, bu qiyafəmiz bahis olur biz həyat-ı əbədi tapaq, həmişə qalaq. Quran buyurur, xeyr, mən sizin qulağınıza, gözünüza, qiyafınıza, arığınıza, kökünüza fərq vermirəm. Mən sizin o insaniyyət üzrə işim vardı. Deyir ki, o insaniyyət nəyə bağlıdır? Hətmən gərək İranlı olam, hətmən gərək məsələn şikilim bu ola, buyurur, xeyr. Quran nə gözəl buyurur? Buyurur, mən Peyğəmbəri göndərməmişəm, siz şikil əvəz eləyəsiniz. Mən Peyğəmbəri göndərməmişəm, siz arıq olasınız, kök olasınız. Mən Peyğəmbəri göndərməmişəm, biri şah ola, biri gəday ola. Peyğəmbəri mən göndərmişəm, sizi Allah tərəfinə dəvət eləyəm. Və nə qədər gözəl buyurur? Buyurur, ya əyyuhəl-ləzīnə āmənu istəcibu lillah. Ey onlar ki iman gətiribsiniz. İman gətirməyənlərlə kişi yoxdur. Ey onlar ki iman gətiribsiniz. İstəcibu lillah. Allahın sözünə deyin ləbbeyk. Və Peyğəmbər deyənə deyin ləbbeyk. Məgər Allahla Peyğəmbər bizə nə deyir? Buyurur ki, əzə istəcibu lillah və lirrəsul əzə dəakum limma yuhyikum. Çünki Allahla Peyğəmbər istəyirlər siz ölməyəsiniz, diri qalasınız. Bu insan şiklin aləmi axirətdə də insan şiklində ola. Və illə mən sərvərlərimdən çox-çox məni bağışlayır. Dünyada çoxlar var, şəkilləri insan şəkilinə bənzəyir. Amma onların içəriləri və onların batinləri insan şəkli deyil. İmam Rıza aleyhissalam buzur buyurur ki, buyurur, əgər çox bağışlayın, qurd əgər gələ bir yerə, xalq, cəmaət qurdu görsə qaçar. Amma qurd əgər o libası, ahu libası geyib gəlsə, yenə də qaçarlar. Çoxlar tutar aparar, deyər bu ahudur, ovdur. Övə aparandan sonra görər yırtıcı qurtdur. Bu insan əgər o insaniyyət həyatına çatmasa, savadı da olsa, şah da olsa, böyüsə də, kiçik də olsam, yırtıcı bir vücud olar, insaniyyətindən əsər olmaz. İmam Hüseyin bizə örgədir ki, gəlin insanlar həyat-ı əbədi tap. İmam Hüseyin bizə örgədir ki, əgər mən gedən yolu getsiniz, həmişə qalarsınız. Və mənim sərvərlərim, nə qədər gözəldir? Çoxlar var, bizim nəzərimizdə həyat varlarıdır, diridirlər, gəzirlər, dolanırlar. Amma Allah buyurur, bunlar ölüdürlər, bunlardan xəbəriz yoxdur. Bir nəfər ki, 80 il, 90 il bu dünyada yaşayış tapsın, onun insaniyyətə heç xidməti olmasın, fəqət insaniyyəti və insanların dərdinə dəyənləri yıxsın və insaniyyət pərdəsini paralasın, onun cəmaat içində yaşamayının nə əsəri var? Odur ki, çoxları diridirlər və Allah vurur, ölüdürlər. Və çoxları ölüdürlər. Mərifət cəhətində deyirlər, diridirlər. Sə'dinin bir şeiri var, çox gözəldir. İarifdir Sə'di. Deyir, Sə'di ya mərdi nikunam nemirəd hərgiz. Murdə anəs ki, naməş be nikui nəbərənd. Sə'di, yaxçı insanlar ölməyib ölməz. Nə qəd vardır cahan, gər yaman olsa,
Yaşasa zində, bazəm nəhan. Çoxlar diridirlər, amma ölüdülər, heç əsərləri yoxdur. Yaxçı insanlar, Allah tərəfinə gedən insanlar. Bu məscidlər, bu Hüseyniyyələri işləyənlər İmam Hüseyin örgədir, buyurur, dirisiz, ölməyibsiz. Nə qədər bu asarlar var, diridir. Niyə? Bu asarlar insaniyyətə xidmət eləyir. Bura gələnlər bu hədəfə gəlirlər ki, biz insaniyyətə xidmət eləyək. Bura gələnlər bu hədəfə gəlirlər ki, İmam Hüseynin hədəfini biz istəyirik, diri saxlayaq. Ağa İmam Hüseyin əleyhissalamın adı bizə diri qalmağı örgədir, mənim sərvərlərim. Baxın bu cümləyə nə qədər gözəldir. Ağa Musa ibn Cəfər əleyhissalamın huzuruna görüş gətirmişdilər, Harun dəstur vermişdi, görüş gətirmişdilər. Görüş gələn çox yığışmışdı soğuqat. Axırda bir qoca kişi gəldi, bir qadın kişi gəldi. Ağa Musa ibn Cəfərə ərz elədi ki, ağa, mən sən, böyük babam, sənin böyük babovun şənində 3 beyt şeiri deyibdir. Mən də onları sənə görüş gətirmişəm. Ağa Musa ibn Cəfər əleyhissalam burada buyur cinən. O 3 beyti mən birini oxuram. Acibtu li məsqulin aləkə fərinduhu yevməl hiyac və qəd aləkə qubaru. Qoy türküsün deyim, nənə dili. O şairin babası bu cür demişdi Həzrət İmam Hüseynin cəhətində. Təəccüb eləyirəm, o ələyaq çalınan gündə, qaça-qaç olan gündə ki, atların dırnaqlarının tozu və biyabanda yanan xeymələrin tüstüsü, ləşkərin hay-hayı, qoşunun, döyüşçülərin hay-hayı heç zadı qoymurdu görüşə. Fəqət o günün işığında qılıçların parrağı görükürdü, bərqi görükürdü. Və o parrağan qılıçlar ənirdi bir yaralının üstünə ki, onun bədənin doğradılar, amma onun hədəfini sındıranmədilər. İmam Hüseynin adı bizə bunu deyir ki, hamı öləcək, amma hədəfiz olsun zindigidə. Yaşayışda hədəfin olsun. Denəm, mən bu ömrümü hara xərcləyirəm? Bir yolda xərcləyinəm ki, sabah öləndən sonra vaxtı gətirirlər, görəndə şərməndəlik çəkmə başını salmaşam. İmam Hüseynin hədəfi bizə örgədir ki, İmam Hüseyin əleyhissalam buyurur, diri qalır. Nə qədər gözəldir. Peyğəmbər odur ki, buyurur, əla və mən matə əla hubbə ali Muhammedin sallallahu aleyhi və aleyhi. Ay mərdüm, ağah olun, hər kəs mənim əhl-i beytimin məhəbbəti ilə dünyadan geçsə, Peyğəmbər buyurur, şəhiddir. Quran da buyurur ki, وَلَا تَحْسَبَنَّ الَّذ۪ينَ قُتِلُوا ف۪ي سَب۪يلِ اللّٰهَ اَمْوَاتًا. Allah yolunda ölənlərə deməyin ölüdülər, onlar diridirlər. Biz aparıb quyulamışıq, amma buyurur diridir. İmam Hüseyin ölməyib. Bizə İmam Hüseynin adı deyir, siz də istəyirsiniz həyatı əbədi tapasınız, Hüseyin gedən yolu gedir. Hüseyin kimi mərdim üçün, xalq üçün yol açın, yaxçılıq yol açın mərdim üçün. Çünki heyfidir bu ömür bir gün bizdən gedəcək və bu cavanlıq bir gün bizdən gedəcək və bu danışmaq bir gün bizdən gedəcək. Elə insanlar vardı ki, səy elərdilər ki, gəlsinlər ömürlərin yaxşı yerdə sərf eləsinlər. Bəli, İmam Hüseyin bizə örgədir. Ələn burada əyləşən cavanlar, qocalar, ağalar, xanımlar, məndə ki bir liyaqat yoxdur, gəlib mənim sözümə qulaq asalar. Eləyə bilərlər, övdə oturarlar, televizyolarında övdə oturalar, ayrı bir dəstgahlarda tamam hər filmlərə, bərnamələrə baxsınlar. Amma hamısı onları qoyub kənara. Siz belə xəyalısınız ki, mənim danışmağıma gəlib, məndə ki o liyaqat yoxdur, mənim ağzımın o liyaqat yoxdur, İmam Hüseyinə cəhət danışır. İmam Hüseyin əleyhissalam gəlib Hüseynin məktəbinə, gedim Hüseynin adı bəlkə mənə də əbədi yaşamağın yolunu örgədə. Bu Hüseyin kimdir? 1400 il bundan qabaq nə iş görüb ki, bu günlərim cavanı, qocanı, hamını çəkibdir məclisinə. İstəyir bizi örgədə, Hüseynin adı bu cür elər. Sən də Hüseyin yolu geçsin, elə sən də o cür olarsan. Heç kəs bilondan qaçmaz. İmam Hüseyin əleyhissalam əmələn istədi Allahın sözünə baxsın. Odur ki, Həzrət Mədinədən çıxıb ki, keçən gün ərz elədim. Gəldi Məkkəyə. İmam Hüseyin eləyə bilməzdi Məkkədə qalsın. İstədi İmam Hüseyin xalqa Allah yolunu örgədə. Buyuram, mən istəmirəm ki, özüm rahat olam.
İnsan tək özün istəməz, özgənin də asayişin, yaşayışında istər. Gələk özgələr də rahat olsun. İmam Hüseyin əleyhissalam Məkkədə tamam hacılara o iki dinin başına gələn bəla vardı, onları buyurdu. Və axırda da ki, istədi Məkkədən çıxsın, burada hər kəs gəlir, gəlsin. Gəl, məndən gələnlər Allah yolunda şəhid olacaq. Amma qalanlar da bir də piriz olmaq, meydanda başa çıxmaq siz həsrət qalarsınız. Və İmam Hüseyin əleyhissalam nə qədər gözəl buyurdu? Buyurdu, xudçəl mevt əla vuldə Adəm, məxəccəl qələdətə əla cidəl fətat. Ölüm ovladı Adəmin boynundan vızır aslanıbdır. Cavan xanımların boynunda olan boyunbağı və gərdənbəndi kimin. İmam Hüseyin əleyhissalam buyurdu, la məhisi ən yevmin xuttə bil qələm. Qələm yazan gündən də qaçmaq olmayacaq. Amma mərdüm eləyə bilərsiniz, Allahın rızasını kəsb eləyəsiniz. Görün Allah nə deyir. Bu dünyada hər yol yesək, axır bəşər üçün ölüm vardır. İstədim hamısın bunu örgələ ki, Allah sözünə baxsız ölməyəcəksiniz. Allah sözünə baxsız həmişə yaşamalısınız. Və illə bu qiyafə bizdən gedəcək. Ağa İmam Hüseyin əleyhissalam Zilhəccə ayının 8-i idi. Hacılar hamısı ehram bağlayıb, Allah bizə də ruz eləsin inşallah. Tamam tamaşaçılarımıza və sizə də ruz eləsin. Məkkədən hərəkət elədilər Ərəfata tərəf. Ərəfat bir yerdir ki, hacılar gərək gedib orada çadırda qalalar. Və Ərəfatdan gələrlər, gecə məşərdə qalalar və məşərdən sübh gedələr Minaya, Minada qurbanların kəsələr. Qurbanların kəsəndən sonra başların islah eləyələr, olalar hacı. Yəni, onları xalqa görsətməli olar. İmam Hüseyin əleyhissalam hacılar gedir Ərəfata tərəf, gördülər bir qafilənin yolu əvəz oldu, ayrı bir tərəfə gedir. Bu qafilə hara istəyir getsin? Əcəb bu qafilə getmir bu yolu. İmam Hüseyin əleyhissalama bəzilər ərz elədilər ki, ağa, hamılar gedirlər Ərəfata, məşərə, hacılar ehram bağlayıb. Amma əcəb sən getmirsən Ərəfatı məşərə. Buyurmuş ola ki, elə bizim də ehramımız var. Amma bizim ehramımızla onların ehramlarının fərqi var. Onlar ehram bağlayanda gərək libaslarından əl çəkələr. Amma biz ehram bağlayanda gərək əziz balalarımızdan əl çəkək. Gərək bacılarımdan əl çəkəm. İmam Hüseyin bizə örgədir, bu dünyada həmişə qalmayacaqsınız. O fürsətdən istifadə edin, Allahla ömrünüzü sərf edin. Dünyada əgər istifadə eləsək, həyat əbədi öz əlimizdədir. Ağa, bunlar ehram bağlayıblar. Bəli, onların ehramı ilə İmam Hüseynin ehramının fərqi vardı. Onların ehram libasları ağıdır, ay hacılar ki Məkkəyə gedibsiniz. Amma ağız İmam Hüseynin ehram libası o qanlı köynəyi oldu. Onların ərəfatları ilə Hüseynin də ərəfatı var. Onlar da qaldılar gün qabağında. Hüseyin də qaldı gün qabağında. Onlar da qaldı məşərdə, Hüseyni də. Amma onlar məşərdə bir gecə qaldılar, sübhü gələlə Minaya. Ağam özü, balaları, özünün yaralı bədəni, balaları da yanan xeymələrin kənarında. Məşərdə hacılar qaranlıqda özlərindən suvay heç kəsi görmürlər. Amma İmam Hüseynin balaları da baxırdı dövrəsinə, düşməndən suvay heç kəsi görmürdü. Bəli, hacılar ki Məkkəyə gedibsiniz, siz də 3 gün qaldınız Minada, hə? İmam Hüseyin də 3 gün qaldı. Amma sizinlə Hüseynin fərqi buydu. Ağamızın yaralı bədəni qaldı istiqumların üstə. Ya Hüseyin, ey insanlara əbədiyyət yolunu örgədən Hüseyin, ey insanlara müəllim olan Hüseyin, ey adı ərşə yazılan Hüseyin, ey insaniyyətə rəhnima olan Hüseyin. Hacılar Kəbədə ehram ilə Ərəfat Minaya gedərlər.
Hüseyin veli ceduri kuyi vefaya ya Allah. Hacılar gerçek alarlar kumlar üstten etse Hüseyin veli ceduri kuyi azaya ya Allah. Minada her hacı kurban kesende çok söyler. Hüseyin özü cedir Allah kuye minaya ya Allah. Gedende her hacı kurban özüyle yoldaş eder. Hüseyin'e çoktu ki yoldaş ahd o vefaya ya Allah. Kesende her hacı kurbanını diğer kabul olsun. Hüseyin'de sevdi ürək qalin semaya ya Allah. Ya Hüseyin benim hacılar kurban kesende gerek kurbanın kocası olmasın. Hüseyin gafilesinde Habib o şovzeb var. Ay o kocalar için o Hüseyin ağlayısın. Siz gelipsiz diyesiz ağa tek Habib ibn Mezahir der geldi sana kömək eləyə. Biz de büyüklerin balalarımızlar gelmişik seninle zahanıma. Hayatıma kurbanım. Habib'le gelir kuye vefaya ya Allah. Bilirəm ağovun eşqinə gəlibsən, təkid elirəm mənim ki liyaqətim yoxdur sənə roz oxuyam. Amma rəy yanır bilirəm məni də dua elə. İmam Hüseyin elə bizi də qoysun o qafiləsinə ya Abdəllah. Ya Abdəllah məgər qafiləndə kim vardı? Hacılar kurban kesende gerek 6 aylıktan az olmayan kurban ama getirdi kuyu binaya süt emer balan Hüseyin. Ah neyim var idi Xudaya getdim kuyu binaya ya Allah. Özün sen eyle kabul çeşmişəm ne vardı elimde. Bu canı da ki getirdim fedaya ya Allah. Ama hacılarla onun bir farkı vardı. Hacılar kurbanların kesenle sonra neylerler? Başlarını ıslah ederler. Ben ağa baktı o yaralı kurbanlarına. Buyurdu ilahi kalıbdı birce başımda dini ve kurban. Hayatıma kurbanım ay. Nenemi koy sağlık bir helaya ya Allah ya. Xudayım ben dedim ki yetmeyelletmem merami Kur'an'a.
خدا نلر چکیبدی بلادن آل عبای یا الله همودن التماس دعا روایت دوار آقام ارشدم بخار امام حسین ازا saklayanlara diyar ilahi bağışla benim günahlarımı gelibler her kimi ya Rab azaya ya Allah ya aya dua kurbanım ay koy bir cümleleri de deyim iltimas ay ay bela çekip Hüseyin dine hasire hakmen nayan amandı dostlarımı salma belaya ya Allah ay ay Fatrus'ta ne dedi ya Abdullah hayalda verse selam dostları sana ağacayan yetirem selamın Kerbela'ya ya Allah ya Abdullah eğer sen olmasaydın dinlen asar kalmazdı ya Hüseyin Ceda başında okurdu Kur'an oleydi canım Xuda bu dine kurban feda ola bu din ve ne vardı Allah susuz dudakların kanı akardı Allah Hüseyin Hüseyin can fedai Kur'an Hüseyin Hüseyin can ay mana dur donar gaya asire sitem lay lay sesale nanam lay lay sanam bağlır hamedil kebab